digər məsələlərlə bağlı. Məsələn, tutaq ki, biz bu gün gəlmişik bir gözəl bir yerə, xüsusi mülkiyyətdə olan bir yerdir dostlar. Və bura icazə ilə gəlmişik. Dostlarımız, ümumi ortaq dostlarımız var, sağ olsunlar. Biz də xahiş elədik, neçə vaxtdır bura gəlmirik. Və burada bəzi məsələlərlə bağlı istədik ki, həm çəkiliş eləyək, həm canlı çəkiliş eləyək, həm bir fikir bölgüsündə olaq. Dostlar, ümumiyyətlə, bax, belə bir yerə gəlmişsiniz və ərazi cildidir. Demək olar ki, Popper və Kvoker atacaq vəziyyət deyil. Bax, o zaman biz nələr təklif edirsiniz? Bunu da istəyirəm, canım qardaşım. O zaman, yəni Kvokerdən Popper atmaq mümkün deyilsə, biz o zaman sizə bax belə rəhli qurbağalar sizə təklif edirik. Silikonlu. Bəli. Çox gözəl bir şeydir. Spesifik xüsusiyyəti də tiyənin üstü olmalıdır dostlar. Tiyələr üstü olanda o zaman gözəl effekt əldə eləmək olur. Bu məsələlərdən, yəni biz indi hal-hazırda özümüzə olan bəzi variantları gətirmişik, belə variantları gətirmişik. İndi burada istifadə edirik. Cilli zonalarda çox gözəl də effekt verir. Sanki elə deyərdim ki, Popper effekti verir. Vallahi elədir. Deyərdim ki, flat da olmağına, amma flat da, digər variantlar, bunlar hamısı üzgü suyun üzündə olduğu üçün daha yaxşı effekt əldə eləmək olur. Müxtəlif rənglər də var, qırmızı, sarısı, ağı, qarası. Bəli. Qışqıran rənglər deyək də, parlaq rənglər var. Yəqin ki, hər birini görürsünüz, düşür orada kamerada. Və Kvoker, Popper çox cilli deyilsə, yəni Kvokerdə istifadə edə bilərsiniz. Çox yaxşı olar, əlbəttə ki, yaxşı effekt alır. Onunla yəni naxadat tursunuz, naqqa balığı, yəni belə son balığı deyirlər, elə yer var naxa balığı deyirlər. Naxa da deyir, naqqa da deyirlər, bəli. Durna balığı ov da eləyirsiniz, sonra Popperdir, bəli. Sözünüzə qüvvət, tutaq ki, durna balığı tutuldu. Bəli. Xüsusən də, dostlar, yay vaxtıdır. Bu artıq belə deyək də, müəyyən məsələlərlə bağlı biz istəyirik ki, tam biraz kapsamlı deyək də, ətraflı bir məlumat verək bundan bağlı. Balığın diri saxlanılmalıdır. Bəli, ondan ötəri sizə, dostlar, belə bir takım lazımdır, qurğu lazımdır. Adı Kukandır bunun. Kukan deyilər, ümumiyyətlə tələ. Bəli. Və buna mənim əziz qardaşlarım, Okeanın izləyiciləri, o belə bir şeydir, 5 dənə bunun qarmağı var, yəni bir dənə qarmağa, haradasa kilo yarımlıq, 2 kiloluğu, bir dənə qarmağa 2 ədətini qoya bilirsiniz. Birinə, yəni demək olar ki, 10 dənə qoya bilirsiniz. Rahat şəkildə. Bu da paplavokudur, siz bunu atdınız, bu da rahat şəkildə suyun özündə dayanır, balığınız üzdə qalır, ölmür, iyilənmir. Bu da sizə yəni vacib bir şeydir, belə deyək. Alıb istifadə eləsəniz, gözəl bir şeydir. Yəni, belə deyək də, bugünkü ümumiyyətlə bu videomuzun da, ümumiyyətlə bizim kanalımızın da sponsoru Ağdaş Okean Balıqçılıq Dükanıdır. Ağdaş Okean Balıqçılıq Dükanının ərazisindən bağlı da istəyirəm bizim bu hörmətli dostlarımıza məlumat verərdin, harada yerləşirik? Ərazisi ilə bağlı Ağdaş Okean Balıqçılıq mağazası Ağdaş rayonunda, bazarın qabağında 1-ci marketlə demək olar üz-üzə Digital Home elektronika əşyaları gedir də o. Onun solunda Okean Balıqçılıq mağazası. Təsərrüfatı Texnikum'un üzrə. Bəli, bir də elə ən rahatı, yəni indi qardaşlar daha rahat tapır oranı. Texnikum deyilən yer var bizdə. Onunla üzbəüz köhnə peşə məktəbidir Texnikumla. Onunla üzbəüz Okean Balıqçılıq mağazasından yəni gələ bilərsiniz. Burada gördüyünüz bütün malları, bəli, bundan da artıq, yəni sadəcə olaraq burada bir balaca bir qismi bir şey getmişik. Hər bir şeyi orada əldə eləyə bilərsiniz və dostlar, sizə bir dənə onu demək istəyirəm ki, bu gördüyünüz aski, bu polarizasyon askiləri. Mənim gözümdə də var, mənim də gözümdə var, yəni bu polarizasyon askilərdir. Və bu ondan ötərdir ki, yəni həm gündən ötəri istifadə edirsən, həm də bunu dostlar, durna balıq ovunda balıq yığdıqca, spinning yığdıqca, hansısa bir balıq atak eləyərsə, sən bunu askisiz görə bilmirsən. Amma gözündə aski varsa, o atak eləmək istədiyi şeyi sən görə bilirsən və əlindəki qamışı saxlayır. Bir dənə, iki dənə belə yelləyəndə, bəli, wobbler. Maxadı o onu götürür, sən də onu tutura bilirsən. Əlavə adrenalin yaşanır. Bəli. Yəni ümumiyyətlə belə deyək də, yırtıcı balıq ovu xüsusən adrenalinli balıq növünə aiddir. Yəni bu polaroid askılar, polarizasyon askılar xüsusi belə deyək də bir gözəllik verir, bir ləzzət verir əlavə olaraq.
Belə əlavə olaraq dostlar, bax belə boks qablarımız var. İki tərəflidir. İki tərəfli belə boks qablarımız var. Ölçüləri də müxtəlif cürdür. Böyüyü də var, balacası da var, ortası da var və digər variantlar da var. Yəni bunları da istəyərdim ki, bununla bağlı öz fikirlərimizi bölüşək. Və digər variant bax belə balaca, daha balaca bokslarımız var, boks qablarımız var. Ümumiyyətlə woblerlərimiz dostlar kifayət qədər çoxdur. Bəli. Yəni belə deyək də, bəzi dükanlardan, bəli, elə mallar var ki, bəzi dükanlarda biz qabaqlar çətinlik çəkirdik. Xüsusən də yırtıcı balıq ovunda müraciət edirdik qıraq rayonlara və yaxud da qıraq mağazinlərə və yaxud da belə deyək də, onlayn mağazinlərə. Bugünkü gündə çox şükür ki, Allaha çox şey var. Dükkanda çox şükür ki, bizim mağazada bunları tapa bilirsiniz. Bəli, bəli. Rahatlıqla zakaz edə bilirsiniz. Yəni birdən olur da indi 3 gün, 5 gün dala qabağa və yaxud da sən gördüyün bir şeyi bizdə görənməzsənsə, onun şəklini bizə atırsınız. Biz onu sizə 10 gün, 15 gün, 12 gün ərzində bəli, sizə yəni onu gətiririk, çatdırırıq. Heç bir problem olmamalı. Bəli. Ha dostlar, xüsusən mən məsəl üçün ən çox sevdiyim və istifadə etdiyim balıqçı gödəkçələrlə bağlı fly fishing deyirlər. Bax bundan da varımızdır. Fly fishing nədir? Ümumiyyətlə fly fishingdə nəyə diqqət olunmalıdır? Fly fishing mobil hərəkətliliyi artırmaqdan ötürü, daha sürətli nəticə almaqdan ötürü olan bir ciletdir. Bu cilet digər ciletlərdən fərqli olaraq xüsusi cibləri var, xüsusi boks qabları var, xüsusi müəyyən məsələlər var ki, hansı ki, biz gedəndə məsəl üçün tutaq ki, durna balıq düşüb, bunun ağzı kəskindir, biz onun ağzını aşmalıyıq, üstümüzə müəyyən daşıyıcı vasitələr var. Bəli, bəli. Bu ciletlər vasitəsilə bu məsələni biz həll edə bilirik. Bəli. Və bununla bağlı istədik ki, elə ümumi bir nəticə də çəkək, fikir bölgüsündə də olaq. Yəni, bütün bu dediyim sadaladığımız məsələlər hamısı Ağdaş Okean Balıqçı dükanında var və özüm də hal-hazırda oradayam, bu dükkandayıq, bir yerdəyik və bir yerdə işləyirik. Həmçində bu klubumuzun da, kanalımızın da, ümumiyyətlə Ağdaş Balıqçılar klubunun da bizim dükkanın rəsmi sponsorudur. Və hər birinizi dostlar, burada hər birinizi gözləyirik. Nə sualınız, hansısa bir məsələ ilə bağlı fikir bölgüsüdür, məsləhət məsələləridir və digər məsələlər. Hansı ki, hər birisi inşallah sizi gözləyirik, öz fikirləriniz varsa videonun altında mesaj bölməsinə yaza bilərsiniz, sizlərlə əlaqə saxlaya bilərik. İstəyir pərakəndə, istəyir də topdan satış qiymətlərinin hər biri də Ağdaş Okean Balıqçılar dükanında var. Sən nə qardaş, sən öz fikirləri də bölüş. Heç nə qardaş, mən yəni belə deyək də, yəni demək istədiyim odur ki, qardaşlar, əsas yəni təbiəti qorumaq lazımdır və gəldiyiniz yerdə, oturduğunuz, çörək yediniz, içdiniz, hər nə olur olsun qardaş. Duranda bir ora bir əl çəkmək lazımdır, təmizliyinə riayət eləmək lazımdır, qorumaq lazımdır. Yəni belə deyək, nə bilim, bu oradan indi çıxır bu balıq, onu qıraq, batıraq, belə şeylər də olmasın. Həm balacadır, bunu qaytarağın, suya atağın. Bəli, bəli. Yəni mərhəmət həqiqətən də müəllim demişkən, yəni mərhəmət gözəl bir şeydir. Allaha çox şükür də hamımızda var bu şeylər, bəli. Allah əskik eləməsin. Bəli, amin. Və dostlar, burada yekunlaşdırmaq istəyirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq və biz də buradan öz dərin təşəkkürümüzü öz rəhbərlərimizə bildiririk, sağ olsunlar. Minnətdarıq. Təşəkkür edirik. Çox İzləmədə qalın, qardaş. Minnətdarım bildirirəm, səndən də elə fikir bölgüsünün olduğu təşəkkür edirəm. Və dostlar, bizi izləməyi unutmayın. Ən gözəl keçən ömürdən saymayan günlər, ovda, balıqda keçən günlərdir. Hər birisi ovda, balıqda olmalı arzulayırıq dostlar. Sağ olun, özə müayət olun. Ve bir de hürmet, geleceğe emanet.